ziyan olmaz, axı niyə bağlıdır? Dedim ki bugün bizde bankettir. Yani aydın değil. Banket olanda nə olsun? Salam. Salam Melik. Salam. 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 Eşlirsiniz, bir... Gedin. Dedim ki olmaz. Deli olmuşsan, acı karnına bu kadar içmeyi olar. Niye oturun? Almaz ve gözlüdür. O kimdir? Bu yakınlardan hazır olacak. Teymur kızını onun oğluna verir. Salam. Salam. Burada mənə bircə nəfər adam göstər ki, qalstuksuz olsun. Xoş gördük. Oo, Təbrik eləyirəm. Təbrik eləyirəm ata. mənim qızımdır. Təbrik eləyirəm Teymur əmi. Sağ ol. Mənim gələcək kürəkənimdir. Sevda ilə şərqşünaslığı bitiriblər. Gələcək nazirlə qüdrətli Teymur. Yaxşı tapışırlar, hə? Yavaş. Nə bilim, Qocaların qəlbinə dəqiq. bəs necə? Ancaq çox cəfəşanlıq eləyirlər. Biz kimi gözləyirik? Almazovu. Sən necə, kömək eləyə bilməzsən? O məndən asıl deyil, mən balacadım. Təbrik eləyirəm. Sağ ol. Söhbət nədən gedir? Güya ki özün bilmirsən. Neçə metrədir mənziliniz? 28. Onda adama 5 metrədən də az düşür ki. Tamamilə qanunudur. Amma kimdən asılıdırsa mən də danışa bilərəm. Çox sağ olun. De görün, bina hazırdır. Lap az qalıb. Hə, Seyfi, indi nə ilə məşğulsan? Hansı iş aparırsan? Sabunçu sexini. Oo, qalma qal işdi. Xəbərim var. Mənə elə gəlir ki, bu işi bacardıqca tez qurtarmalısan. Mənzil məsələsinin həllində belə şeylərin çox köməyi ola bilər. İnan mənə. Ha, Səlim bala işte gəldi. Bu söhbətin üstünə bir də qaydarıq.